Ata, bir sual verə bilərəm? Əlbəttə Əlican, buyur. Ata, Allah doğrudan da var. Mən bunu hardan bilim? Hə, mən də bunu çox düşünürəm. Axı biz Allahı görmürük. Əzizlərim, siz heç qarlı gündə çölə çıxmısınız? Bəli, keçən dəfə qar yağanda həyətə çıxmışdıq. Hər tərəf ağappaq idi. Hə, sonra da qarın üstündə ayaq izləri gördük. Bax, o izləri görəndə nə fikirləşdiniz? Düşündüm ki, biri bizdən qabaq keçib. Doğrudur. İz görsənərsə, deməli kimsə oradan keçib. Bəs siz heç ulduzlara, ağaclara, heyvanlara, dağlara baxmısınız? Hə, çox gözəldirlər. Bəs bunların hamısını kim yaradıb? Heç düşündünüzmü? Allah. Bəli, necə ki ayaq izi bizə kimin keçdiyini göstərir. Bu dünyada Allahın varlığının əlamətidir. Bütün bu gördüyünüz yaradışlar, təbiət, insanlar, ulduzlar onun varlığını bizə göstərir. Yəni Allahı birbaşa görmürük, amma yaratdıqlarına baxaraq onun var olduğunu anlayırıq. Bəli, Fatimə. Gözlə görməsək də, onun varlığı hər yerdə özünü göstərir. Vay, çox maraqlıdır. Demək hər şey Allahın izi kimidir. Düz tapdın, Əlican. Yaratdıqlarına baxmaqla Allahın varlığını dərk edirik.